Bildiyiniz kimi 3 mövsümdür Xəzər televiziyasında yayımlanan, keçdiyimiz həftə 603-cü seriyası ilə sezon finalına çıxan Xəyanət serialının növbəti 4-cü mövsümündə rol alacaq aktyorlarının kimliyi açıqlanıb. Namil Əsədov YouTube kanalı olaraq siyahını sizə təqdim edirik. İlk olaraq, sevilən aktyor Murad Ruzigar. Tanınmış aktrisa və teatr rejissoru İlhami Əhmədova. Kamil Nazim, Könül Şahbazova Qasımova və xalq artisti Qurban İsmailov yeni mövsümdə rol alacaqlar. Yeni heyətdən söz düşmüşkən, serialın ana xəttini təşkil edən baş obrazları da unutmaq olmaz. İzləyicilərin səbirsizliklə gözlədiyi həmin heyəti təqdim edirik. Başı bəlalı Tahir obrazı ilə Sənan Kazımov, Zaur obrazı ilə Niyaz İlyasoğlu, Solmaz obrazı ilə Flora Hüseynova, Almaz obrazı ilə Kəmalə Müzəffər, Yaşar obrazı ilə Elxan Yunis və serialın göz bəbəkləri Gülçin Qasımova və Cövdət Şükürov. İllərdir sevilən bu doğma simalar yeni mövsümdə də hekayəni qaldıqları yerdən davam etdirəcəklər. Onu da qeyd edək ki, yeni gələn ailə Yaşarın illərdir küsülü olduğu qardaşı Qafarın ailəsidir ki, 4-cü mövsüm bu mövzu üzərindən irəliləyəcək. Bəs siz 4-cü mövsümdən nə gözləyirsiniz? Fikirlərinizi rəylərdə bölüşməyi unutmayın.